Salam, hər vaxtınız xeyir. Mən Riyaziyyat müəllimi Sənan Vəliyev bu gün sizlərlə həndəsənin əsas anlayışları haqqında danışacağıq ki, biz həndəsənin əsas anlayışlarında nəyi öyrənirik? Deməli, həndəsənin əsas anlayışları bilirik ki, birinci başlayacağıq nöqtədən. Nöqtə nədir? Gəlin görək birinci nöqtə nədir? Nöqtə. Deməli, nöqtə həndəsənin ilkin anlayışlarından biridir. Nöqtənin ölçüsü yoxdur. Onu adlandırmaq istəyirəmsə əgər, buna görə də latın əlifbasının böyük hərfindən istifadə edirəm. Məsələn, baxın, bir dənə nöqtə qoyuram. Məsələn, adlandırıram ki, bu nə nöqtəsidir? Məsələn, A nöqtəsidir. Məsələn, və ya bu B nöqtəsidir. Və ya bu bir C nöqtəsidir və s. Deməli, bundan əlavə olaraq düz xətt nədir? Gəlin görək ikinci. Düz xətt. Düz xətt. Deməli, düz xətt sonsuzdur. Nə başlanğıcı var, nə də sonu. Baxın, düz xətt sonsuzdur. İstədiyim qədər uzada bilərəm, istədiyim yerdə də saxlaya bilərəm. Yəni sonsuzdur. Nə də başlanğıcını qeyd eləmədim, nə də sonunu qeyd eləmədim. Çünki nə başlanğıcı var, nə də sonu. Düz xətt özü çoxlu sayda nöqtələrin yığımından əmələ gəlib. Yəni, bunun daxilində baxın, nöqtələr, belə-belə nöqtələr, yanakı nöqtələr var və həmin nöqtələr düz xəttə əmələ gətirib. Və həmin bu düz xəttin bu nöqtələrdən ikisini qeyd etməklə adlandıra bilərəm. Məsələn, baxın, bura bir A nöqtəsi qeyd edirəm. Burada bir B nöqtəsində adını qeyd edirəm. Olur nə? AB düz xəttdir. AB düz xəttdir. Deməli, daha sonra isə AB düz xəttdir. Buna əlavə olaraq biz düz xətti, nöqtəni öyrəndik. Gəlin görək şua nədir? Şua nədir? Şua. Deməli, deyirik ki, şua üçün belə bir tərif veririk. Başlanğıcı olub, sonu olmayan, yəni ki, bir düz xətt düşünün ki, onun başlanğıcı var, məsələn A. Sonu yoxdur, gedir, uzanır. Başlanğıcı olub, sonu olmayan düz xətt parçası, yəni düz xətt belə deyək də, parça deməyək, başlanğıcı olub, sonu olmayan düz xəttdə şua deyilir. Bəzən belə bir tərif də verilir ki, bir tərəfdən məhdud olan düz xətt hissəsinə şua və ya yarım düz xətt deyilir. Şuanın digər adı da yarım düz xəttdir. Deməli, məsələn, bu A şuasıdır. Məsələn, bəs yaxşı, biz şuada nəyi öyrənirik? Şuada əsas öyrəniləcəyimiz cəhət belədir ki, məsələn, bizə burada lazım olan nədir? Məsələn, deyə bilərik ki, düz xətt üzərində n sayda nöqtə verilərsə, alınan şuaların sayı üçün şuaların sayı 2 vurulsun n düsturuna əsasən hesablanır. 2 vurulsun n düsturuna əsasən hesablanır. Bu düstura əsasən hesablanır. İndi, deməli, 2 vurulsun n düsturuna əsasən hesablanır. Deməli, məsələn, tutaq ki, məsələn, bir düz xətt üzərində A nöqtəsi, B nöqtəsi, bir dənə də C nöqtəsi verilərsə, yaranan, belə deyək, şuaların sayını soruşsa, neçə dənə nöqtə verib? A, B, C. Deməli, bir düz xətt üzərində 3 dənə nöqtə verilərsə, onda yaranan şuaların sayı bərabərdir 2 vurulsun n-ə, yəni 2 vurulsun 3-ə, bu da eləyir 6 dənə şua yaranmış olur. Bəs yaxşı, təkcə düz xəttmi üzərində? Bu, beləmi şərt verir? Xeyr. Təkcə düz xətt üzərində n sayda nöqtə verilərsə demir. Bu düz xətt üzərində n sayda nöqtə verilərsə alınan şuaların sayıdır. Bəzən ola bilir ki, şərti belə versin. Məsələn, düz xətt üzərində olmasın. Məsələn, desin ki, şuanın üzərində, elə şuanın özünün üzərində, şua üzərində
üzərində. Məsələn, tutaq ki, A, B, C, D nöqtələri qeyd olunub. Qeyd olunub. Qeyd olunmuşdur. Olunmuşdur. Alınan məsələn şüaların sayı. Şüaların sayını istəyir bizdən. Alınan şüaların sayını tapın deyir. Sayını tapın. Baxın. Əgər düz xətt üzərində n sayda nöqtə, yəni ki, A, B, C, D nöqtələri desəydi, düsturdan istifadə eləyərdim. Amma belə düşünün ki, bir şüanın üzərində A nöqtəsi, B nöqtəsi, C nöqtəsi və D nöqtəsi verilib. Bu zaman, baxın, əgər məndə A-nın, məsələn, buradakı şüaların sayını soruşursa, sadəcə neçə nöqtə veribsə cavabım odur. Yəni, 4 dənə şüa var. Çünki şüanın üzərində verilib, düz xəttin üzərində verilməyib. Baxın, məsələn, tutaq ki, buradan, məsələn, baxın, buradan bura qədər, sona qədər bir şüadır. Düzdür. Daha sonra B-dən sona qədər bir şüadır. Sona qədər bir şüadır. C-dən sona qədər bir şüadır. D-dən sona qədər bir şüadır. Əgər yox, düz xəttin üzərində desəydi, 2n düsturuna əsasən hesablayacaqdıq və cavabımız da olacaqdı. Məsələn, 2 vur 4, məsələn, 8. Amma bizə şüa üzərində deyirsə, əgər şüa üzərində deyirsə, cavabı ilə nöqtənin sayı olaraq götürmüş olacaq. Daha sonra deməli biz öyrənirik 4-cü olaraq parça haqqında. Gəlin görək parça nədir? Parça. Deməli parçaya belə bir tərif deyirik ki, hər iki tərəfdən məhdud olan düz xətt hissəsinə parça deyilir. Məsələn, baxın, parçanın başlanğıcı da var, sonu da var. Çünki hər iki tərəfdən məhduddur. Məsələn, A, B parçası. Məsələn, AB parçası. Parçası. Deməli, parçanın başlanğıcı da var gördüyümüz kimi, sonu da var. Bunun da adı olur elə AB parçası. Bəs yaxşı, bizə deyə bilər yenə də, bəli, düz xətt üzərində, məsələn, düz xətt üzərində n sayda nöqtə verilib, məsələn. Düz xətt üzərində n sayda nöqtə verilərsə, alınan parçaların sayı n vurulsun, n çıxılsın 1, bölünsün 2 düsturu ilə hesablanır. Bu düsturdan hesablanır. Məsələn, tutaq ki, düz xəttin üzərində, elə düz xətt üzərində 3 nöqtə verilib. 3 nöqtə verilib. Məsələn, qeyd olunub ya da qeyd olunub. İndi neçə parça var? Parça sayı bərabərdir sual. Düsturumuzu tətbiq edək. 3 nöqtə verilibsə, deməli, n-im, kiçik n-im 3-dür. Buna uyğun olaraq da getirib yaza bilərəm ki, kiçik n-im 3-dürsə, düsturum nədir? N vur, n çıx 1 böl 2. N vur, n çıx 1 böl 2. Bu da bərabərdir. Deməli, n-im 3-dürsə, 3-ü vururam, 3-dən 1-i çıxıram, 2-ni bölürəm 2-yə. İxtisar da gedir 2-lər, qalır 3. Deməli, düz xətt üzərində 3 dənə nöqtə qeyd olunubsa, elə 3 dənə də parça yaranır. 4 nöqtə qeyd olunursa, məsələn, tutaq ki, n-im 4 olsa, 4 nöqtə qeyd olunsa, 4-ü vuracam 3-ə, böləcəm 2-yə. Bu zaman da ixtisar gedəcək 2, 2-yi də 3-ə vuracam, 6 dənə parça eləmiş olacaq. Bəs yaxşı, bunu da, məsələn, belə deyim, parça üzərində n sayda nöqtəsi var. Bəli, var. Məsələn, deyək ki, parça üzərində, məsələn, deyək ki, məsələn, belə deyirlər də, məsələn, AB parçasının, belə sual olur ki, AB parçasının daxilində, deməli, AB parçasının daxilində, məsələn, daxilində 3 nöqtə qeyd olunarsa,
deməli 3 nöqtə qeyd olunarsa, yaranan, deməli 3 nöqtə qeyd olunarsa, yaranan, deməli, belə deyək, yaranan parçaların sayını tapın. Sayını tapın. Belə bir cümlə var. Baxın, bizə demir düz xətt üzərində. Deyir, AB parçasının daxilində 3 nöqtə qeyd olunarsa, yaranan parçaların sayını tapın. Bu zaman nə edirik? Baxın, bu zaman bizə verilərsə, deməli, məsələn, bizə deyərsə ki, AB parçası daxilində bir dənə AB parçası çəkirəm. Baxın, AB parçası. Əslində, AB parçası da bir düz xəttin məhdudlaşdırılmış, iki istiqamətdə məhdudlaşdırılmışıdır da. Onda AB-nin daxilində 3 nöqtə varsa, deməli, bu 1, bu 2, AB parçasının daxilində 3 nöqtə varsa, bu da 3. Məsələn, tutaq ki, bu nöqtələr K, L, M nöqtələridir. Onda bizim ümumiyyətlə parçanın daxilində 3 nöqtə varsa, düz xəttin daxilində neçə nöqtəmiz var? Düz xəttin daxilində bizim 1, baxın, 2, bir A-dır, bir K-dır, bir 3-cü L-dir, 4-cü M-dir, 5-ci də B-dir. Deməli, onda mənim düz xəttin üzərində 5 dənə nöqtə olur, 5 nöqtə olur. Hə, onda bu o deməkdir ki, biz 5 nöqtəyə uyğun olaraq düz xəttin üzərində 5 nöqtə sayılmış olur. Onda bu 5 nöqtəyə uyğun olaraq da biz parçanın sayını tapa bilərik. Parçanın sayı n vur, n çıx 1 böl 2-dir. Yəni 5 vur, 5 çıx 1, 4 böl 2-dir. 5-i 4-ə vururam 20, 2-yə də bölürəm, eləyir 10. Deməli, doğru cavabım olacaq 10. Parça sayı olacaq 10. Deməli, yenə də deyirəm, əgər AB parçası daxilində deyirsə, getirib n-in yerinə 3-ü qoyub düsturda tətbiq etmirik. Biz dediyimiz düstur düz xətt üzərində olan, belə deyək, parçanın daxilində olan nöqtəyə aid edilir. Bundan əlavə olaraq, deməli, parçanı da öyrənmiş olduq. Parça nədir, hansı düz xətt daxilində? İndi keçirik növbəti əsas anlayışlardan biri bucaqdır. Bucaq və onun növləri. Deməli, bucaq haqqında danışaq. Bir nöqtədən iki müxtəlif istiqamətdə çıxan şüanın yaratdığı fiqur bucaq adlanır. Məsələn, tutaq ki, bir nöqtədən, O nöqtəsindən bir A şüası çıxıb, O A şüası, bir də O B şüası çıxıbsa, yaratdığı A, O, B fiquru, yəni ki, bu fiqur A, O, B bucağı deyilir. Bucağı. Bucağın da işarəsi təbii ki, belə olur. Yəni, bunu artıq bilirik. Bu formada olur. Oxuyanda da deyirik A, O, B bucağı. Deməli, bucağın özünün növləri var. Məsələn, birinci ən kiçiyindən başlayaq. İti bucaq. İti bucaq. Görək iti bucaq nədir? İti bucaq. İti bucaq, məsələn, bir də iti bucaq çəksəm, məsələn, buranı alfa ilə qeyd etsəm. İxtiyari iti bucaq üçün alfa yerləşməlidir mütləq şəkildə 0 dərəcə ilə 90 dərəcənin arasında. Məsələn, tutaq ki, 30 dərəcəli bucaq iti bucaqdır. Başqa 45 dərəcəli bucaqdır, iti bucaqdır. Yəni ki, ta ki 89 dərəcəyə qədər bütün bucaqlar deyirik ki, iti bucaq sayılır. 0-dan, yəni 1 dərəcədən 89 dərəcəyə qədər. İkisi də daxil olmaqla. Deməli, bunlar iti bucaq sayılır. Bəs bundan başqa hansı bucağımız var? Növbəti bucağımız düz bucaqdır. Düz bucaq. Düz bucağın öz dərəcə ölçüsü var. Düz bucaq elə 90 dərəcədir. Biz bunu da bilirik ki, düz bucaq deyən kimi deyir ki, hə, 90 dərəcəli bir bucaq. İşarəsi də elə belə işarə olunur. 90 dərəcədir. Yəni, buranı məsələn, artıq düz bucaq deyirsə, bilirəm ki, 90 dərəcəli bir bucaqdan söhbət gedir. Məsələn, bundan başqa hansı bucağım var? Məsələn, kör bucağım var. Kör bucaq. Kör bucaq. Deməli, kör bucağım isə, baxın, 90-dan böyükdür. Yəni ki, baxın, düz bucaq 90 dərəcədirsə, kör bucağım artıq 90-dan böyükdür. Baxın, buradan da sanki qara ilə bir dənə qırıq-qırıq xətt qoysam, məsələn, bu tutaq ki, bu düz bucaqdırsa, bundan böyükdür. Müəyyən qədər böyükdür. Onda
onda deyirik ki, kör bucağın dərəcə ölçüsü mütləq şəkildə kör bucağın dərəcə ölçüsü, məsələn, bir A, O, B kör bucağıdır. Bura bir beta desəm, onda beta ixtiyari kör bucaq üçün mütləq şəkildə 90 dərəcədən böyük olmalıdır. 180 dərəcədən kiçik olmalıdır. Məsələn, kör bucaqları biraz çəkək tanımağa çalışaq. Məsələn, K, O, M. K, O, M. Məsələn, bu, məsələn, tutaq ki, 120 dərəcədirsə, artıq bu necə bucaqdır? Yəni, mənimlə bir yerdə təkrarlayın, artıq 90-dan böyüksə, deməli, bu kör bucaqdır. Deməli, bunun adı necə oldu? Bunun adı oldu kör bucaq. Kör bucaq. Yox, əgər, məsələn, bir dənəsi də çəkək, məsələn, bura olsun B, O, D. Məsələn, bura olsun 48 dərəcə. Bu artıq necə bir bucaqdır? 90 dərəcədən kiçik olduğu üçün bu da iti bucaqdır. İti bucaq. Deməli, ən kiçiyim iti bucaqdır. Sonra gəlir 90 dərəcə tam düz bucaq. Düz 90 dərəcədən böyük kör bucaq və ondan sonra besinə gəlir. Artıq ondan sonra açıq bucaq gəlir ki, açıq bucaqda 180 dərəcədir və şəkli də belədir. Baxın. Açıq, tam açılmış bir, belə deyək, 180 dərəcəlik bir, belə deyək, bucaqdır. A, O, B, 180 dərəcə. Buna əlavə olaraq, bəli, tam bucaq da var. Tam bucaq 360 dərəcədir. Yəni, 2 dənə 180 dərəcənin birləşməsinə əmələ gəlir. Artıq tam bucaqda bir çevrə olduğu üçün, çünki sanki baxın, bunun burası 180 isə belədirsə, tam bucaqda buradan belə tam olacaq, bunu tamamlayacaq, artıq bir çevrə yaradacaq. Ona görə tam bucağa 360 dərəcə deyirik dərəcə ölçüsünü. Bəs bundan əlavə olaraq, bucağın bir də tənböləni anlayışı var. Çox az yerdə rastımıza gəlir tənböləni, amma bilməliyik, bucağın tənböləni nədir? Bucağın təpə nöqtəsindən çıxıb, bucağı yarıya bölən şüaya tənbölən deyilir. Bəs bucağın təpə nöqtəsi nə deməkdir? Məsələn, mən yazıram A, O, B. Baxın, bucağın təpə nöqtəsi ikinci yerdə durandır. Bura təpə nöqtəsi sayılır. Təpə nöqtəsi. Deməli, məsələn, tutaq ki, bir dənə, belə deyim, iti bucaq çəkirəm. Məsələn, A, O, B. Və bu iti bucağın dərəcə ölçüsü deyirəm ki, 60 dərəcədir. İndi, bucaq A, O, B 60 dərəcədirsə, baxın, təpə nöqtəsindən çıxaraq bucağı yarıya bölən, yəni ki, tam yarıya bölən, məsələn, O, K, bu O, K bir tənböləndir. Tənbölən. Və adından bilindiyi kimi, tənbölən sadəcə və sadəcə bucağı yarıya bölür. Onda ümumi bucağım 60 dərəcədirsə, bura olur 30 dərəcə, burada olur 30 dərəcə. Çünki yenidən bu 30-u birləşdirsəm, 60 eləməlidir. Gəlin onda bir dənə də başqasına baxaq. Məsələn, 140 dərəcəlik kör bucağın tənböləni neçə dərəcə olar? Onda baxın, məsələn, tutaq ki, bu K, O, L bucağıdır və bir dənə buradan O, D tənböləni çəkilibsə, onda bucaq K, O, D, baxın, K, O, D neçə dərəcə olar? Ümumi 140-dırsa, bura olar 70 dərəcə. Düzdür? Bərabər olar 70 dərəcəyə. Eyni ilə D, O, L, bucaq D, O, L, o da bərabər olar 70 dərəcəyə. Çünki tənbölən bucağı tən yarıya bölür. Bundan əlavə olaraq biz keçirik qonşu və qarşılıqlı bucaqlara. Bucaqların digər növü də qonşu və qarşılıqlı bucaqlardır. Yaxşı, nədir qonşu bucaq, nədir qarşılıqlı bucaq? Baxın, belə bir tərif verəcəyik qonşu bucaqlara. Birinci qonşu ilə başlayaq. Qonşu bucaqlar. Bir dənə tən ortaya da böləcəm. Buraya da yazacağım qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqlar. Baxın, qonşu bucaqlar bir tərəfi ortaq, digər tərəfi
isə tamamlayıcı yarımdüz xətlərdən ibarət olan iki bucaqdan deyilir qonşu bucaq. Məsələn, mən buna belə deyirəm. Açıq bucaqdır. Məsələn, A, O, B. Açıq bucağı məsələn bir OD şüası ilə ayırmışam. Burada iki dənə belə deyək də bucaq alınıb. Baxın, DOB bucağı, bir də AOD bucağı. Və bunlar da tamam bitirişiblər bir-birinə. Mən hərdən belə deyirəm. Qonşu bucağın adı bilirsiniz niyə görə qonşudur? Baxın buna görə. Məsələn, tutaq ki, bura, yəni ki, bu açıq bucaq bir belə deyim çəpərdir. Düzdür? Bir həyətdir. Məsələn, mən bu belə deyim həyəti məsələn bir torpaq sahəsidir. Mən bu torpaq sahəsini ayırmışam nə ilə? Baxın, ayırmışam bir çəpərlə. Deməli, mən onda bu iki tərəf bir-birinə necə sayılır? Nə sayılır? Bu iki tərəf bir-birinə qonşu sayılır. Ona görə də qonşu bucaqlar belə deyək, deyirik ki, bir tərəfi ortaqdır. Yəni ki, baxın, OD tərəfi ortaq olan bucaqlardır. Onda deməli, biz nə edirik? Gəlin qonşu bucaqlar üçün bəzi xassələr özünü doğruldur. Bu xassələri tapaq. Hansı xassələrdir? Deməli, qonşu bucaqlardan bir tərəfi alfa olarsa, digər tərəf betadır qonşu bucaqlarda. Və mütləq şəkildə deyə bilərəm ki, qonşu bucaqların cəmi, yəni alfa ilə betanın cəmi eləyir 180 dərəcə. Niyə görə? Çünki baxın, bu ikisi birləşərsə əgər alfa ilə beta, yenədən bir dənə açıq bucağı yaradar. Bu açıq bucağın da dərəcə ölçüsü 180 dərəcəyə bərabər olmuş olar. Məsələn, bir dənə misal elə çəkək buradan. Məsələn, tutaq ki, bura məsələn 3x-dır. Məsələn, bura 3x-dır. Bura isə məsələn 1 bərabərdir. Tutaq ki, bir x-a. Məsələn, bunun şərti də belə də verə bilirlər. Bir tərəf, qonşu bucaqlardan biri digərindən 3 dəfə böyükdür. Yəni, biri x-dır, biri onda olur 3x. Onda biz bilirik ki, x ilə 3x-in cəmi bərabər olmalıdır 180 dərəcəyə. Onda 4x bərabərdir 180 dərəcəyə. X-i tapmaq üçün də 180-i bölürəm 4-ə eləyir. Deməli, 45 dərəcə. Mən bir dənə burada bunu 3x yazdım. Bir dənə doğru eləmədim. Çünki biri digərindən böyükdürsə, kör bucaq daha böyük olmalıdır. Bura 3x olmalıdır, bura x olmalıdır. Yəni, bunu da doğru yazmağım daha doğru olar. Yəni ki, mən bura x dedim, biri digərindən 3 dəfə böyük. Kör bucaq 3x olar. Deməli, x-im 45-dirsə, bura yazaram 45 dərəcəni. Burada 3x-dirsə, 3-ü vuraram 45-ə, olar 135 dərəcə. Deməli, qonşu bucaqlara aid bu tipli suallar da bizim qarşımıza çıxa bilər. Bəs yaxşı, qarşılıqlı bucaq nəyə deyilir? Qarşılıqlı bucaq isə birinin tərəfləri, digərinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olan iki bucağın birləşməsinə deyilir. Yəni ki, məsələn, iki düz xət bir-biri ilə kəsişir. İki düz xəttin bir-biri ilə kəsişməsi zamanı həm qarşılıqlı bucaq alınır, həm qonşu bucaqlar alınır. Məsələn, tutaq ki, bu bucaq 1-dir. Bu bucaq 2-dir. Düzdür, bucaq 2-dir. Bu bucaq 3-dür. Bu da bucaq 4-dür. Onda deyirik ki, hansı bucaqlar qarşı-qarşıyadır? Baxın, bu iki bucaq bir-birinin qarşısındadır. Bu iki bucaq da bir-birinin qarşısındadır. Onda deməli, bucaq 1 və bucaq 3 qarşılıqlıdırlar. Eyni ilə bucaq 2 və bucaq 4 qarşılıqlı bucaqlardır. Eyni ilə deyirik ki, qayda bundan ibarətdir ki, qonşu bucaqların cəmi 180-dirsə, qarşılıqlı bucaqlar bir-birinə bərabər olan bucaqlardır. Yəni, bucaq 1, bucaq 3-ə, bucaq 2 də bucaq 4-ə bərabərdir. Eyni ilə biz burada iki düz xəttin kəsişməsi ilə dedik ki, yarandıq qarşılıqlı bucaqlar. Yəni ki, məsələn, 1, 3, 2, 4. Düzdür, eyni ilə qonşu bucaqlar da yaranır. Məsələn, hansı bucaqlardır qonşu bucaqlar buradan yaranan? Məsələn, tutaq ki, bucaq 1 ilə bucaq 2 qonşudurlar. Baxın, qonşudur. Bir çəpərlə ayrılıb. Deməli, cəm 180 dərəcədir. Eyni ilə bucaq 1 ilə bucaq 4 də qonşudur. Cəm 180 dərəcədir. Baxın, qonşudurlar bunlardan. Daha sonra bucaq 2 ilə bucaq 3 qonşudur. Cəm 180 dərəcədir. Eyni ilə bucaq 3 ilə bucaq 4 də qonşudur.
cəm 180 dərəcəyə bərabərdir. Tutaq ki, belə bir verə bilərik ki, 2 düz xətt kəsişir. Məsələn, 2 düz xətt kəsişir. Məsələn, bura 30 dərəcədirsə, digər bucaqları tap. Onda baxın, bura 30 dərəcədirsə, bunun qarşısı da 30 dərəcədir. Buranı da 30 dərəcə yazıram. Artıq mən bu tərəfi tapmaq istəyirəmsə, nə etməliyəm? 180 dərəcədən çıxmalıyam 30 dərəcəni. Eləməlidir 150 dərəcəyə. Deməli, onda bu tərəf 150 dərəcədir. Çünki açıq bucaqdır və yaranan bucaq açıq bucaqdır. Bunlar ikisi qonşudurlar. Eyni ilə bu tərəfdə qarşılıqlı olduğu üçün 150 dərəcəyə bərabər olmuş olacaq. Testlər işlədikcə həndəsənin əsas anlayışlarını da təkmilləşdirmiş olacağıq. Gəlin indi bunlara aid testlər izahına baxaq. Deməli, baxaq elə birinci suala. Baxın, birinci sual bayaqları mən dediyim sual tipinə uyğundur. Deyir, şua üzərində A, B, C, D, Y və F nöqtələri qeyd olunmuşdur. Alınan şuaların sayını tapın. Baxın, hansı nöqtələr qeyd olunur şuanın üzərində? A, B, C, D, Y, F. Bayaqları qaydada nə dedim? Dedim, düz xət üzərində. Baxın, tələsməyin, götürüb tez saymayın. 1, 2, 3, 4, 5, 6. Hə, götürüb neyiniyim? 2-ni vurum, 6 eləsin, 12. Cavabı da D götürüm, səhvdir. Çünki bu nə zaman düstur? Bu düstur doğru idi, 2-nin düsturu. Düz xət üzərində en sayda nöqtə verilərsə doğru idi. Bu bizdə isə deyir, şuanın üzərində 6 dənə nöqtə qeyd olunub. Bu zaman necə idi? Demişdim, şuanın üzərində 6 dənə nöqtə qeyd olunubsa, elə cavabın altının özüdür. Niyə görə? Çünki baxın, burada məsələn bir A şuası var. Buradan çıxır, gedir axıra qədər. Bir B şuası var. B-dən çıxır, gedir axıra qədər. Bir C şuası var. C-dən axıra qədər. Bir D şuası başlayır D-dən axıra qədər. Y şuası Y-dən axıra. F şuası F-dən axıra. Bəs deyə bilərsiniz ki, müəllim, biz A, B, xeyr. Çünki AB artıq şua yox, parça sayılır. Çünki məsələn, A-dan B-yə çıxıb getməsə üzü o tərəfə. Bu artıq şua sayılmır, axı bu tərəfdən B də var. Bu artıq sayılır nə? Bu artıq sayılır bir parça və ya C-dən geri qayıda bilməz. Çünki artıq burada B dayanır. D-dən geri qayıda bilməz. Əgər şua üzərində nöqtə qeyd olunarsa, elə neçə nöqtə qeyd olunubsa onu götürürük. Yəni 6 nöqtə qeyd olunub, 6-nın özünü götürürük. Yox, əgər məsələn ikinci suala baxın, deyir, düz xət üzərində A, B, C, D, Y, F, H nöqtələri qeyd olunub. Bu zamanda neçə nöqtə qeyd olunub? 1, 2, 3, 4, 5, 6, 7. Amma düz xət üzərində. Onda düsturum 2 vurulsun N. Yəni bu da bərabərdir 2 vurulsun 7. O da bərabərdir 14-ə. Doğru cavabım olur C variantı. Daha sonra üçüncü sual. Düz xət üzərində A, B, C, D, Y və F nöqtələri qeyd olunub. 1, 2, 3, 4, 5, 6 dənə nöqtə qeyd olunub. İndi bizə deyir, alınan parçaların sayı düz xət üzərindədirsə düsturum var. N vurulsun, N çıxılsın 1, bölünsün 2. 6 dənədirsə 6-nı vururam. Deməli 1, 2, 3, 4, 5, 6 daha. 6-yı vururam 5-ə, bölürəm 2-yə. Bu da eləyir 15 dənə düz parça yaranmış olur. Deməli 3-də də doğru cavabım olur A variantı. Baxın, dördüncü sualda da bizə deyir ki, AB parçası daxilində, baxın, bir dənə düz xəttin iki tərəfdən məhdudlaşan hissəsi AB parçasıdır. Deyir, AB parçasının daxilində də 8 dənə nöqtə var. Məsələn, baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Bu 8 dənə nöqtə olur olsun. Biz dedik ki, neyinirik? Biz, axı, A da bir nöqtədir, B də bir nöqtədir, düzdür? Çünki bu AB belə deyək, parçasının özü də bir belə deyək də düz xəttin üzərində qeyd olunub. Çünki bir düz xəttin üzərində AB 2 nöqtə qeyd olunub, bir dənə parça, yəni AB parçası yaranıb. Və bizə də deyir ki, biz AB parçasının daxilində də 8 nöqtə qeyd olunub. Deməli, onda bir düz xəttin üzərində A ilə B-ni də saysam 10 dənə nöqtə var. Düzdür, düz xət üzərində 10 nöqtə var. Bu zaman düsturum necədir? Düz xət üzərində 10 nöqtə olarsa, 10 vurulsun özündən 1 çıxıram 9, bölürəm 2-yə. 90-ı da 2-yə böləndə, deməli 9-u çünki 10-a vuranda 90 eləyir. O da 2-yə böləndə eləyir 45. Deməli, doğru cavabım olur Y variantı 4-cü sualda. Daha sonra baxaq 5-ci suala.
Deyir, AB parçasının daxilində əlavə 6 nöqtə qeyd olundu. Neçə əlavə parça yarandı? Baxın, bu səfər sualda da belə deyir. Deyir ki, AB parçasının daxilində, bir dənə AB parçası daxilində 6 dənə də nöqtə qeyd olunub. Bilirəm ki, AB parçası da bir düz xəttin daxilindədir. 6 dənə nöqtə qeyd olunubsa 1, 2, 3, 4, 5, 6. Onda cəmi 8 nöqtə var. Yaranan neçə parça yaranıb? Məsələn, 8 nöqtə varsa 8-i vururam 7-yə, bölürəm 2-yə. Eləyir, deməli, 56-nı bölürəm 2, 28. 28 parça yarandı. Əvvəl bir parça idi, indi 28 parça oldu. Bəs neçə parça əlavə parça yarandı? Bizdən əlavə parçanın sayını soruşur. Deməli, biri var idi, 28-i də yarandı. 28-dən bir çıxıram, 27 dənəsi əlavə yaranmış oldu. Y variantı. Daha sonra deməli, 6-da şəkildə yarım müstəvidə neçə bucaq var? Baxın, bayaqları qaydanı deyəndə bunu demədim. Bunu bura saxladım ki, baxın. Deməli, əgər bir nöqtədən, biz bayaqlar bucağı danışanda necə danışdıq? Dedik, bir nöqtədən çıxan 2 şua, məsələn, 2 şua çıxdı. Məsələn, bu olsun A şuası, bu olsun O-dur, O nöqtəsinə B. Yaratdı bir dənə bucağı, yəni AO-B bucağıdır. Bəs yaxşı, bir nöqtədən 2 şua çıxdı, yaratdı AOB, belə deyək, bucağını. Bir dənə bucaq yaratdı, bir bucaq yaratdı. Bəs yaxşı, bir nöqtədən, məsələn, 3 dənə bu şua çıxarsa, neçə bucaq yaranacaq? AO, məsələn, bura olsun B, burada olsun bir C. Bu zamanda bir nöqtədən 3 şua çıxarsa, yaranan bucaqların sayı bir nöqtədən, baxın, bir nöqtədən, n sayda şua çıxarsa, n sayda şua çıxarsa, alınan və ya yaranan, alınan bucaq sayı n vurulsun, n çıxılsın 1 bölünsün 2 düsturuna əsasən hesablanır. Baxın, məsələn, tutaq ki, elə 2 dənəsi çıxmışdı. 2 vurulsun, 2-dən 1 çıxanda 1 bölünsün 2. Bunlar da ixtisar gedir, elə bir dənə bucaq yarandı. İndi bizdə n-dən 3 dənəsi çıxıb, yəni 3 nöqtə, 3 şua çıxıbsa, deməli n-im 3-dür. Bu zamanda n-im 3-dürsə 3 vur, 2 böl 2. 2-lər ixtisar gedir, cavabım eləyir 3. Deməli, hansı bucaqlardır? Gəlin onun adı tapaq. Məsələn, birincisi AOB-dir. Daha sonra BOC-dir. Daha sonra isə elə bir dənə də böyük AOC-dir. Deməli, AOB, BOC, bir dənə də bu ikisini birləşdirən AOC. Yəni, 3 dənə bucaq yarandı. İndi gəlin görək bizdə bir nöqtədən, burada qaydaya uyğun olaraq, bir nöqtədən neçə dənə şua çıxıb? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, düsturum nə oldu? N vurulsun, N çıxılsın 1 bölünsün 2. Deməli, 8-i vururam 7-yə, bölürəm 2-yə. Bu da eləyir nə? 28 bucaq yaranmış olacaq. Yəni, imtahanda da bunu oturub saymağa ehtiyac yoxdur. Doğru cavab olacaq C variantı. Daha sonra 7-ci sual. Düz bucağın 3'də 2 hissəsi düz bucaqdan neçə dərəcə kiçikdir? Düz bucaq 90 dərəcədir. Onun 3'də 2 hissəsini tapmaq istəyirəmsə, 90 dərəcəni vururam 3'də 2-yə. Bu da o deməkdir ki, 90'ı vur 2-yə, böl 3-ə. 90'ı 2-yə vuranda eləyir 180, 3'ə də böləndə eləyir 60. Deməli, doğru cavab olur 60 dərəcə, 3'də 2-si. Amma bizə deyir ki, qaydada düz bucaqdan neçə dərəcə kiçikdir? Düz bucaq 90 dərəcədir. Deyir 90, yəni 60 90-dan neçə dərəcə kiçikdir? 30 dərəcə kiçikdir. Bir-birindən çıxırıq, eləyir A variantı. Daha sonra baxaq 8-ci suala. Baxın, 8-ci sual da çox maraqlıdır. Bizə deyir ki, şəkildə neçə parça var? Əvvəlcə, baxın, bu düz xəttin, bir dənə düz xət götürürəm. Baxın, bir dənə düz xət götürürəm. Bu düz xəttin, gəlin görək, üzərində neçə nöqtə qeyd olunub? 1, 2, 3 və 4. Deməli, bir düz xət üzərində 4 nöqtə qeyd olunub. Yəni, enim 4-dür. Bir düz xət üçün. Bir düz xət üçün. Onda gəlin görək, bu bir dənə düz xəttin üzərində 4 dənə nöqtə neçə dənə parça yaradıb? N vurulsun, N çıxılsın 1 bölünsün 2. Yəni 4 vurulsun 3 bölünsün 2.
Bu da eləyir nə? 6 dənə. Deməli, bir dənə, baxın, bu düz xətt 6 dənəsini yaradıb. Onda gəlin görək burada neçə dənə düz xətt var. Baxın, sayaq. Bir dənə ilə bunun özü. 1, 2 belə, 3 belə, 4 burada, 5 dənə də burada. Düzdür? Onda birində 6 dənə parça varsa, 5 dənəsində 6 vur 5, 30 ədəd parça eləyir. Doğru cavabım Y variantı. Daha sonra 9-a baxaq. 45 dərəcəlik bucaq açıq bucağın hansı hissəsini təşkil edir? 45 dərəcəlik bucaq açıq bucaq 180 dərəcədir. Yəni demək istəyir 45 dərəcəlik bucaq açıq bucağın. Əgər A-B-nin hansı hissəsi təşkil edirsə deyirsə, birinci A gəldiyi üçün A-nı B-yə bölürəm. İndi 45 dərəcəlik bucaq açıq bucağın hansı hissəsi təşkil edir deyirsə, 45 dərəcəni bölürəm 180 dərəcəyə. Bu da ikisi də 45-ə ixtisar gedir. Yuxarıda qalır 1, aşağıda qalır 4. Doğru cavab olur C variantı. Daha sonra açıq bucağın 1/4 hissəsi neçə dərəcədir? Onda 180-in 1/4-ə vururam. 180-i 1-ə vururam 180, bölürəm 4-ə. Bu da eləyir 45 dərəcə. Daha sonra açıq bucağın 45 dərəcə burada da oldu. Deməli, qeyd eləyək variantı C variantı onda. Daha sonra baxaq 11-ci suala. Deyir, açıq bucağın 5/2 hissəsi düz bucağın 3/1 hissəsindən neçə dərəcə böyükdür? Baxın, açıq bucağın 5/2 hissəsi, yəni 180 dərəcənin 5/2 hissəsi. 180 5/2-si tapmaq üçün nə edirəm? 180-i vururam 2-yə, bölürəm 5-ə. 180-i 2-yə vuranda eləyir 360. 360. Bölürəm onu da 5-ə, yəni 360-ı da bölürəm 5-ə, eləyir 72 dərəcə. Daha sonra deyir ki, düz bucağın 3/1 hissəsi, yəni 90 dərəcənin də 3/1-ini tapıram. Yəni 90-ı vururam 1-ə, bölürəm 3-ə. Bu da eləyir nə? Deməli 90 dərəcəni 3-ə böləndə eləyir 30 dərəcə. Deyir indi açıq bucağın 5/2 hissəsi, yəni 72, düz bucağın 3/1 hissəsi, yəni 30-dan neçə dərəcə böyükdür? 72 dərəcədən də çıxıram 30 dərəcəni, eləyir 42 dərəcə. Deməli doğru cavabım olur D variantı. Daha sonra baxaq 12-ci suala. Bunun üçün bir dənə lövhəni təmiz silim ki, qarışıqlıq yaranmasın. Bircə saniyə. Deməli, nə deyir burada bizə? Deməli, deyir, uzunluğu 24 sm olan parça, baxın, uzunluğu 24 sm olan parça 4 bərabər hissəyə bölünür. Məsələn, AB parçası 4 bərabər hissəyə bölünür. Baxın, birinci hissə, ikinci hissə, belə deyim, birinci hissə, ikinci hissə, üçüncü hissə, dördüncü hissə. Əgər uzunluq 24-dürsə, 4 bərabər hissəyə bölünürsə, hər hissə 6, 6, 6, 6 olacaq. Deyir, indi, birinci və dördüncü hissələrin orta nöqtələr arasındakı məsafə. Birinci hissənin ortası, baxın, buradır. Və dördüncü, yəni dördüncü hissənin ortası da buradır. Bunlar arasındakı məsafəni istəyirsə, baxın, belə düşünün. Baxın, ümumi bura, buradan bura qədər 6-dırsa, onda baxın, bu hissə neçədir? 3-dür. Düzdür? Onda bu hissə elə 6-dır. Elə bu hissə yenə də 6-dır. Amma buradan bura yenə də yarısıdır axı. Orta nöqtə yarısı deməkdir. Yenə də 3-dür. Ona görə 3 üstə gəl, 6 üstə gəl, 6 üstə gəl 3. Bərabər olur aradakı məsafə 18 santimetrə. Daha sonra 13-cü və sonuncu suala baxaq. Deməli, 13-cü və sonuncu sualımız da belədir ki, bizə deyir ki, uzunluğu 60 cm olan parça 12 bərabər hissəyə bölündü. Deməli, məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu da 11 olsun. Məsələn, AB. Əgər təbii ki, AB parçası 12 bərabər hissəyə bölünübsə, deməli, mən onu 11 dənə düz xətt çəkməliyəm. Baxın, məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 yerə böldüm. Və uzunluğu 60-dırsa, hər biri 12 yerə bölünürsə, deməli 5, 5, 5 deyə bölünür. Düzdür? Hamısı 5-dir. Hamısı 5-ə bərabərdir buradan bu yana olanların. İndi bizə deyir ki, nə deyir? Deyir, hissəyə bölünüb 3-cü və deməli, 3-cü, baxın, 3-cü parça ilə, baxın, 3-cü və 10-cu, baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10-cu parçanın orta nöqtələri, baxın, orta nöqtələr arasındakı məsafə istəyir. Nə qədər 5 gedirəm? 1, 2, 3, 4, 5, 6. 6 dənə 5'im var.
Bunun yarısı 2,5 eləyir. Çünki 5-in yarısı 2,5. Bir dənə də 2,5 buradan. Burada onun yarısıdır axı. Onda 2,5, 2,5 eləyir 5. Və bu yarımlar da birləşərək olur 5. Ortada da 1, 2, 3, 4, 5, 6 dənə 5 var. Deməli, cəmi olur 7 dənə 5. 5-i də vururam 7-yə, olur 35 santimetr. Deməli, 13-də də doğru cavabım olur C variantı. Deməli, əziz müdavimlər, bugünlük bu qədər. İnşallah növbəti izah videolarımızda görüşənə qədər sağ olun, salamat qalın.